Hay arkadaşlar. Benimle bir yerde çay için. Şimdi de çıktığımız bir yer kaldı. Reklam değil. Görünmür sen. Ama Berga bize reklam vermek istese neyse de gördünüz. Kabul eləyərik. Çox çay içirik. Təsdiqlə. Düzey. Saat gece 1'in yarısında. Evden yatır. Biz elə video çəkəsimiz gəldi. Əslində çox danışdıq, bir kontentimiz də yoxdur. Prosta özümüzə güvənirik ki, boş boğazıq. Ben de atlamıyoruz. Boş boğazlık edebiliriz. ChatGPT'den soruşduq. Ne videosu danışmayalım. Məsələt aldıq. Deyək ki, məsələn, şey çək. Nə bilim, İlk tanışdığımız falan necə olub. Maraqlı olar gəlirsən. qrup yoldaşlamışıq, nə tanışımız olub ki? Ən böyük səhvləriniz və dərslər. Dərs çıxardığımızı düşünmürük. Toksik dostluqlar və əlamətlər. Şadan bilək. Ən gülməli məktəb imtahanı və uşaqlıq xatirələri. Bunları biz 100 dəfə danışmışıq. Bir də sizə olma yapaq buradan. Çox şəbəkələr bizə təsir. Sonra bir-birimizi iç təsvət məktubunu oxuduq. Yazarıq ki, biz bunu yazanlara qızlar nə istəyir, kişilərə mesaj. Kişilərə mesaj vermək istəmirik. Səncə nə vaxt evlənəsiyikmi deyə bir şey var. Bizim gündəlik söhbətlər də buna bənzəyir. Gündür 10 dəfə bir-birimizə şey salırıq. Səncə nə vaxt evlənəsiyikmi? Cavab da yox olur yəni. Yəni. Mən aslında nasıl danışmaq istəyirsən buyursa. Yox. Siz nə istəyirsiniz? Keşke də danışsanız biraz. Heç canlı belə xoşla bilsəydi. Ağlıma en şey geldi. TikTok'da canlı atanlara necə baxırsınız? Yaxşı baxırsınızsa. Oxular yaxşı baxırsan, yoxsa pis baxırsan. Yaxşı baxırsınızsa biz də atsaq. Gələşdirmi canlıya? Gələ söhbət eləyək. İtmanza deyil. 2 dəqiqə plankda durub falan gəldim şey. Dəqiqə plank. 2 dəqiqə ancaq şey olar, squat falan olar maksimum. Ablam dəqiqə ilə eləmirlər ki. Bilirəm ya, o 2 dəqiqə gedir də prosta. Nəsə mən zaten sporda dəqiqə treyl tutmalı. Mənlikdir. Bir dənə adamın canlısına denk gəlmişik. Adam şeydədir. YouTube'da, TikTok'da canlıdadır. Yəni bir gözlüyün gedim, məşq eləyim, gəlim deyir. Telefonu qoyur, gedir 3 saniyə belə. Hərəkət də çox tez-tez edir, aparatdan görürsən. 3 saniyə gedir, hərəkət edir, gəlir. Qıza gəldi canım yəni 10 saat ara verir. Sonra da setə girir ki. Və Bir də ancaq üst bədəni işləyir, alt bədən qalır. Alt bədəni yoxdur. Ay, nə oldu? Boğazımda qaldı. Keçdi. Hə. Maraqlı dedikodu bilsəz danışın da bizə. Bizim çox belə çevrəmiz yoxdur. Var ya əslində. Prosta dedikoduları öyrənmirik də, marağımızı çəkmir. Ona görə belə söhbət edəndə qalır. Başqa birinlə diyetə çıxsaydın. Kimdən çıxardın? Dylan O'Brien. Nə Şey. bilirsən də. Kərəm Bürsin. Bir takıntılıyam. Kərəm Sayarı ayrı sevir, Kərəm Bürsin ayrı sevir. Biraz psixoloji rahatsızlığı var. Artıq. Səncə bəs oğlanlarda red flaglar edilməməsi gereken şeylər nələrdir? Şimdi gəldik, haradan başlasaq? Biz bunu bir dəfə listə halına gətirmişdik. Hə. Mənim o bir telefonumda qaldı, bozuldu. Səndə durur. Baxın. Mən həmən Notları yazmışdıq. Durur. Şimdi şöyle. 25 tane maddəmiz var. Oo. Bizim de Ürəyimiz doluymuş. Hə. Deməli, birinci qaydam şeyimiz. Onu takip etmeyen kızlar, takip edən qaqaşlar. Hə, bunlardan çox itici yeri bu arada. Düşünsən, xoşuna gələn oğlan takip listinə Bir baxırsan. listə girirsən. Qızlar falan.
Onlar bunu takip edenler. Takip falan önemli, tanışıp falan değil. Çok cringe. Məqsəd nədir? Ne bileyim. İkinci, Anasına çox bağlı. anasına çox bağlı olan oğlanlar. Bunu iki tərəfdə baxa bilər. Anasından, ailəsindən çox uzaq olan və çox bağlı olan. İkisi də red flagdır. Ortada balansı dengeyi bulmuş bir adam. Aynı şey bizim üçün də keçərli. Yəni. Çox inanclı və ya Bizim üçün. çox inancsız olanlar. Yəni, bu bizim üçün keçərlidir, bizim red flaglərimiz. Yəni, biz Aşırı dinə bağlı hər hansı Dindar. bir din olsun. bağlı yapamayız. Ay, bu qorxunc. Sən trip atan. Bu arada danışmayaq məncə. Pul söhbət eləyəm. Bu günümüzün əsas mövzularından Məncə də gündəmdə. çox toksik bir mövzudur. Ya. Söhbət şeydən getmir, hesabı bölməkdən, nə bilim. Yo. Qətiyyən bunlardan getmir. Nə kimi şeydən gedir? Hə, bu aralar təzə tanış olursan məsələn, başlayır şey deməyə. Borcum var, nə bilim Franşizdə şeyim var. mislidə bu qədər uduzmuşam. 1-2-3 gün sonra yəqin ki məndən pul istəyəcək. O ayrı iticidir. Zaten Pulla hava atması da ayrı. ayrı iticidir. Nə araq? Sıfır marağımızdadır bu mövzular. Münasibət ilərlədikcə falan okey də başında falan aşırı itirmənim. Mən də. Xərçəng balıq və Qız qızdır. düşləri. Hava vergisi ödeyin. Xərçəng? Nəfəs aldığınız hər saniyə üçün hava vergisi ödeyin. Qızı nəyə görə bəyənmirik? Xərçəng və balıq çox duyğusal, bərbad burçlar. Zaten onlar sevmirik. Qız burcunu nəyi bəyənir? Doğru. Nəyə? Nəyi bəyənir ki? Memnuniyyətsiz, iğnəliyən, duyğusunu göstərməyən, hani xaraktersiz. O deyil. Yəni, qız burcu asla o deyil. Allah həmin səbir versin. Qız Amin. burcu həyatında olan insanlar. Maşın sürə bilməyə yazmışıq. Bunu Bu niyə çox yazmışıq? Bilmirəm. Niyə yazmışıq? Maşın sürə bilməmək niyə red flagdır? Ola bilər. Çıxarda bilərik siyahdan. Bunu üzrü sayın. Burçlara inanan. Hə. Yəni, hani biz belə günümüzdə heç kimə ilk sual verdiyimiz şey, biz belə deməyimdə aşırı üzrü sayın o deməliyik. Yəni, heç kimə burcu nədir, inanırsanmı tipli suallar vermirik. O sırada bundan Yaradıcı əvvəl deyil. insanlar burcuna görə yargılamışdı. 3 maddə əvvəl. İşte onu aylar sonra burcunu öyrənən dilədiyimiz şeylərdir. Tamam. Çox söyüş işlərəm. Bərbad bir şey. Ümumiyyətlə oğlan ağzından söyüş eşitdiyim an mən soyuram. Anında. Eks sevgilisindən toksik ilişkisi olan. Bu ilişki içində toksik olmalarına danışmıram. O da var təbii ki, amma ilişkidən sonra ayrılandan sonra belə ara sıra əlaqələrinin olması, nə bilim, Görüşməklərdir. takibləşmələrdir. Bir də ümumiyyətlə ilişki içində də ayrıl-barış ilişki olan da çox ayrıl-barış olanında şey olur. Uşaq alışırlar, heç bir vaxt tam qopmurlar. Yenə barışacaqmış kimi bir şey qalır arada. Doğru. Ona yox. Hani takip listində eksi varsa run. Ola bilər bəzi istisna hallarda həqiqətən ikisini də yoruq bitmiş. Necə ola bilərsən ki? Elə bunun əlinə ola bilmirsən. Ona görə olmasın. Çox qorxunc bir durumdur məncə. Aktiv sosial media istifadə edən oğlanlar. Bunların fərqli fenotipləri var, tamam mı? Bunu işlədən oğlanların. Hamısı da bir-birindən betərdir. Allah hamımızı qorusun onlardan. Amin. Hala bilmək istədiyiniz var. Qulağımı çəkmək istəyirəm. Xarici görünüşünə çox önəm verən və çox önəm verməyən. Bəziləri özünə çox takıntılı olan insanlar var. Yox, bunlar yəni həmsiz olaraq da çox təhlükəlidir ya. Hər ikiniz üçün. O 13-cü maddənin şanı var. İdmanla məşğul olmayan. Həqiqətən bu arada
Red flag deməzdim də mən sevmədim. olmayan da Çox bilinçsiz takıntılı. formada eləyəndə. Ha. Beynini kullanmayan insanlar. Sadəcə bir tərəfə işləyənlər. O da okey deyil. Kısıtlayan. Hiç İlişki sevməyən. içindən gelir burada söhbət. Bu qısqana bilərsən də, yəni qısıtlamaq biraz Kısıtlamaq o deyil. çox oldu. Disiplinsiz. Bu Disiplin istənilən olmayan. mövzudur. Ümumiyyətlə gec oyanmaq falan var ya. O qədər soyuram ki. Demirəm 6-da 7-də dur, amma 9-da falan oyaq olacağım. 10-da 9-da. Ay, 12'den o tarafa çeşme Ay bari. 12 nədir? 11. Ne 11? 11 Hani maksimum. 1, 2, 4. Ne yaparsınız Dur siz? nə daha? Ne yaparsınız siz? Gecə yat vaxtında, səhər vaxtında oyan. Bir zəhmət. Dur işə get. Məqsədi və hədəfi olmayan. Bu da disiplinsizə bənzər bir şeydir. Olsun hədəfiniz, bir zəhmət. Bilin hara getmək istədiyinizi. Verdiği sözler tutmayan erkekler. Evlerden, eşlerden irak. Tutmayandan əlavə də tutmamaq yox da hani yanına yekə danışır ya, söz verməsə də. Ay onu eləyərdim, ay bu olsa belə olardı. Ay sənə bunu eləyəcəm. O Onlarda bir deməsə şey sən var. o gözləntiyə girməyəsən. Bir şey var bir də. Deyir ya, məsələn, sən tutaq ki, deyir, sənə çiçək alacağam. O yüzden sən çiçək almış kimi davranır. Şey soruşur, hansı çiçəyi sevirsən, sən çiçək alacağam. O yüzden elə bilir ki, elədi bunu. Almışdı, almış kimi bir şeydi. Almamısan. Almamısan, məndə deyil o çiçək. Görmədik biz onu. Heç kim sənin çiçəyini qalmayıb. Prosta. Okay, amma eləməyəsə siz demə bunu. Deyib niyə gözlənti soxsan ki məni? Erkek işte. Nə gözləyirsən ki? Romantik, incə düşüncəli olmayan. Bu da ondan biridir. Al apar tulla yəni. Eldivənlə də sevməzsən. Ha, övlad olsa sevilmez. Hani romantikliyi qoydum da incə düşüncəsi olmayan adamı anası sevsin. Uzaklaştır. TikTok çeken. TikTok çeken deyəndə nə bilim maşını falan elə belə paylaşa bilər. Amma baxın içeriğine ya. Her şeyden seviyesiz şeyler koymayın. Ay bir də şeylər falan olur. İlişkisi varkən qəmli videolar repostluyorlar. Ne varsınız? Niyə? Nazar mı qaytarsın? Ne siz? Hiç kimisinin gözü dəyəsi deyil. Hiç Göz kimisi eləmirlər, necə değilsiniz. ekslərini düşünürlər. Bu daha bizlərdir. Prosto şey deyirlər, bəyəndim. Elə bir ona Her görə. şeyi beğenirəm mən. O da mən her şeyi bilinçli formada beğenirəm. Nə bəyəndiyimi, niyə bəyəndiyimi, niyə repost elədiyimi çox yaxşı bilirəm. Mən də bağ qurmadığın şeyi repost eləmirsən zaten. Oxu, mən də burada işi var. Coffee Stories'e atan yazmışım. Bu da yeni sosyal medyayla dengeleri qura bilməyən oğlanlara aiddir. Coffee Stories yəni bilməm, pisdir. Yaxşı deyil. İyi değil yani. Dostlarına ve ailesine çok bağlı olan dostlar falan ilk sıralarda olan bireylerden söhbət gedir. Bu da dengeyle çok alakalıdır ya. Hə də, Arasını tutturasın. tutturmalısan. Biz necə tuttura bilirik? Hə. İkisinə də vaxt ayıra bilirsən, çatır yəni. Gün o qədər qısa deyil, həyat o qədər qısa deyil. Bunlar amma dostluqda bağlı olurlar bəzən. Başqalarına çox, yox, hərəkətlərlə sözlər üst-üstə düşmür. Bunu çox rastlaşırıq ya, çox şey bir vakadır, yayılmış bir vakadır. Maalesef. Şey deyir işte, sən Çox üçün yorur. ölürəm sənin üçün, amma görün asla görmüşsən onu. sadəcə sözdə görürsən. Başqalarına çox yalan danışın. Bu niyə yazmışıq? Məsələn, telefonla danışır, bir yerdəsiz, dostuna şey deyir, evdəkilərlə, evdəyəm falan filan. Yəni yersiz yalanlar danışır da. Dostudur sonuçta. Çox yersiz yalanlar danışırlar. Ağza yapışır o yalan. Sonra sənə də yalan danışır və zaten güvəni də qalmır. Ex sevgisi barədə çox danışan. Danışmaq. Lazımsız danışan. Ha.
istəyən, çox tərifləyən, çox yaxşıca ayrılmazdınız. Çox pis isə sevgili olmazdınız. Lap oldun da yəni. Mənə pisliyib nə əldə edirsən? Sabah getməm haqqında da danışarsan. Hə, axırıncı maddə nə idi? Onu bilməyəcəz. Başqa əlavə eləmək istədiyim bir şey varmı? Mən yoxdur deyəsən. Mənim bir sizlə daha xoşum gəlmir. Bu bacarıqsız heç nəyi bacarmayan oğlanlar var ya, söhbət ev işlərindən gedir. Yemək bişirə bilmir, çay dəmləyə bilmir. Reklam. Bağımlılık əleyhləri. Nə? Hə. Nə deyirdim? Heç nə bacarmıyorum. Paltar ütüləməyə bacarmıyorum. Bu ona paltar ütüləməyə belə öyrətməmisinizsə, nə öyrətmisiniz bəs? Çay süzməyə belə öyrətməmisinizsə, nə öyrətmisiniz? Niyə var deyirsiniz? Yatağını toplamayan oğlanlar. Ümumiyyətlə yatağını toplamayan. Nə? Ben sesini toplamıştım. Ses sokmuş gibi Nə çıxmadı. oldu? Tamam. Bir şey gəlir mənə. Mən evi sırtlayıram, yəni öyle iş gəlirlər, yəni toplamadığanlar çox spesifik anlar. Pasiyak kimi gəlirlər mənə. Bir sərgəli olun. Əlindən bir iş gəlsin, yəni bugün həyatdır. Öz başınasan, ətrafında heç kim yoxdur. Kim eləməlidir bu işləri? Az mı qalasın, susuz mu qalasın, sərgəsiz mi yaşayasın? Tələbə evində qalmış oğlanlar daha sanki təcrübəli olurlar bu barədə. Həyatı daha yaxşı sağ qalma şeyləri daha yaxşı olur. Həm pul idarə edə bilirlər, həm bir şey ev işləri. olmamalı da bu. Belə olmalı. Universitet dönəmində qalmamalı. İşte 17 yaşına qədər sən bu eğitimini tamamlamış çıxmış olmalısan ki evdən 17-18 yaşından sonraki həyatında adaptasiyada çətinlik yaşamayasan. Bunun üçün valideyn oluruq ya, bunun üçün övlad yetişdirəndə bunlar nəzərə alınmalıdır ya. Anlayanam. So simple, that's not rocket science. Yəni gələcəkdəki qızlar üçün bir oğlan yetişdirərik örnək olaraq deyərdim, amma Maalesef istəmirəm, düşünmürəm. Siz uşaq yetişdirmək istəyirsiniz, yorumlara yazarsınız. bizim də yox ya, vazgeçdim. Dəyişdirməyim fikrimizi. Yox, dəyişdirməyim. Ne olmaz da. Neyse. Ay bir də oğlanların şeyləri var. Nələr o? Repostlarına falan baxsan, nə qədər safe bir insandır, nə qədər yaxşı bir insandır. Yüzdü. Dini şeylər. Real həyatı tanı. Dead. Demon. Yine biz nəyimiz var? O yox. Ay hə. Mən repostdan baxıb ölərsən. Ha, bir də repostlar mən o qədər izah eləyir ki, sən də izah eləyir ki, sən stalklayıram. İzah eləyir. Repostların hər şeyi yaşamısan. Çox bağlaşdırıram mən özümdən. Çox Mən sevərək də. repostlayıram bütün repostlarımı. Ya eləmək istədiyim ya da elədiyim şeyləri repostlayıram yəni. Amma bunlar yox, elə şey yoxdur. Repostlayır şey. Misal üçün. Qız uşağı. Qız uşağı. Daha 3 gün bir dənə uşaqla eyni ortamda təkcə qalmayıb. Məsuliyyətinin fərqində deyil. Sadəcə uşaq istədiyindən eləyir. şirin görünür sadəcə. 6 yaşına qədər sevəcək onda. Bəlkə biraz daha çox. Yetkinliyə gələnə qədər. Ola bilər. Daha həyatındakı qadınla necə davranmalı olduğunu bilmir. Nəinki uşaq baxmaq. Ay sağ ol. Sən bunu öyrən, sonra uşağa layiq ol. Bu arada kendisi de MDB yaşlar. Könüldən keçdik də Biz hangi könüldən yoxsalar. keçdik.
Siz keçdiniz mi? Keçməmişsə gedin keçin. Baxın Vaxt azdır. görüşək. Bəlkə videomuzda da qonaq olarsınız. Avtoqraf falan verərik sizə. Narahat olun. Video çəkir sizinlə. Ay ne güzel olay. Qonaq alır kanala. Aşırı əyləncəli var ya. Belə də fərqli olar. Fərqli şeylər danışarıq. MDB-yə seçilsək video çəkəcəyik sizə, orada da vlog çəkəcəyik. Söz. Bildiyimiz Sizə söz baharlar. Kemal. Çifti Kemal. Köylü Kemal. Köylünün dostu Kemal. Nəzrin. Sabah mən hava parasından gəzməyi. Lisede gəzməli yer qutardı. Mən yeğəni olduğum yerə aparsam mən. Yaxşı. Vlogda çıxmaq olmur ya burada. Çox isti olur. Bir axşam çıxsam. Axşam qədər adamın ömrü gedir. Çətir alar. Çətin mi gəzirik? Bir də piknik eləyək sabah. Tamam. Anladım dolma. Güzel. Bugünkü yemeği yemesek, hiç olmazsa sabah aldım. Hiç olmazsa onu. Nə yaptın? Meyvə falan alalım. Allah evde var mı yemek? Meyvə yeyək. Meyvə. Dondurma. Çok güzel. Piknik süremiz de var. En güzel. Evet. Tamam o zaman sana piknik eləyirik. Bize gelmek isteyenler gelebilirler mi getirir değil. Zaten yazın konu mail ataq. Yoruma Daha yazsın. bir yalan bir şey deyənlər gəlib taparsınız falan. O kadar fandan biz bir yerinde olan var. Yeni videodur. Biz nasıl story atarsın? Ünlənsə o qədər şey olaram. Şoka düşərəm. Ne olsa? Ünlənsə. Aha. Bir qorxaram mən. Ben korkmuyorum. Bir qorxaram mən. Ha bir de bu biz məşhur olsaq falan bu düşük videolarımızı açıb koyacaqlar qabaqlar. Anam da salır. İstəsə. Salak bir evlatlar olsun. Heylinin cavanlıq videolarını açıb koyurlar ya. O iki gəncə versə. Gəncə deyil Akkonun Gəncə Mingəçevir qarşılıqda. Elə. İmkanımız olsa başqa yerə lokasiyalardan da Əvvəl gəlir. gedirdik qəşə yerlərə, sonra çəkmədik videolar. Bakıya falan getirdik arada. Videolar çəkməmişik amma. Kəsəlim. Hiç çəksəydik ya. Bir də gedək. Mecbur. Hı? Bu günlərsinə gedək. Biz öz videolarımızı izləyirik gündə 10 dəfə falan. Aşırı gülmüş ya. Yani. Bütün repliklər əzbər bilirik amma. Mənə çox gülməli gəlirik biz. Ən yaxşı özəlliklərimizdən. Bizi ilk görəndə nə düşündünüz? Hani bizim ilk gözə çarpan düşüncələrimiz nə oldu? Bunlara mı veriyorsun? Başqa bir hesabımız var. Burada hər şeyimizi atıb dökmüşük. Zaten bizi nə görə görürlər ki? Bilməm də sonlar sonra verim nə deyəcəksiniz? Cavab bunu editləyib bugün paylaşdım. 23 dəqiqə olub, 23 dəqiqə boş-boş danışırıq. Arada kəsərəm biraz. 21 falan yer. Böyle. Kimse izlemeyecek zaten bu kadar. İzleseniz haber eləyərsiniz. Gələcəkdəki bizim vlog izləyəcək. Bura qədər gəldinizsə, nəsə bir şey qoysunlar. Nəsə yazsınlar. Je t'aime amour falan yazsın. Biraz daha asan bir şeydi də. Yaxşında nə deyim? Sarı ürək qoyun yoruma. Bir vəfa yazın gidəcək. Tamam. Sadəcə tarixçi ağalar anlar. Öyle. Görüşürüz. Bu gecə də belə. Sabah gecə nələr olar Allah bilir. Qismət. Bay bay. Bay bay. Qapaq. Dayan.